Xroniki xəstəliklər deyəndə burada nələr nəzərdə tutulur? Var, qanın özünə bağlı, qan xəstəliklərinə bağlı xroniki xəstəliklər və bir də var ümumiyyətlə xroniki xəstəlik, məsələn, ürək xəstəliyi ola bilər, ağciyərin və s. digər orqanların xroniki xəstəlikləri olar və bunlar çox fərqlidir. Bunlara yanaşma, bunların nə vaxt müayinələrinin aparılmağı tamamilə fərqlidir. Sağlam adamlar əgər özünü tam normal hiss edirsə, hökmən deyil, hər həftə və ya hər ay gedib analiz versin. Yəni, ümumiyyətlə, bədəndə bir patoloji vəziyyət hiss olunduqda, həkimə müraciət etdikdə, həkim məsləhət bilirsə, sözsüz ki, qan analizi verilməlidir və ondan sonraki isə tutulduğu xəstəliyə müvafiq olaraq həkim tərəfindən təyin olunur ki, nə qədər tez-tez analiz verilməlidir. Çox yaxşı sualdır bu. Demək olar ki, bütün xəstəliklərin diaqnostikasında qan analizinin erkən, yəni aparılması, vaxtında aparılması xəstəliklərin vaxtında aşağı çıxmasına kömək edəcək.